Hamiləliyin baş verməsi təkcə yumurtaların sayına bağlı deyil, həm də yumurta keyfiyyəti ilə əlaqəli olduğunu bilirdiniz? Bəs yumurta keyfiyyəti necə ölçülür? Burada hormon analizləri lazımdır bizə, həmçinin ultrasəsdə antral follikulların sayına baxmalıyıq. Amma bununla bitmir. Yaş nə qədər irəliləyirsə, yumurtanın içindəki genetik material bir o qədər həssaslaşır və uğurlu hamiləlik ehtimalı azala bilir. Hormonal stimulyasiya hər qadına eyni təsir etmir. Bəzilərində az dozada belə möhtəşəm cavab olur, bəzilərində isə yüksək dozada belə gözlənilən nəticə alınmır. Stress necə? Stressin sadəcə psixoloji deyil, həm də hüceyrə səviyyəsində yumurta keyfiyyətinə təsir etdiyini bilirdiniz. Bəs dondurulmuş yumurtalar hamiləliyə necə təsir edir? Onların dondurulma yaşı və dondurulma texnikası burada əsas faktordur. Yumurta keyfiyyətini necə artırmalı? Gəlin bu suala baxaq. Antioksidantlar, həyat tərzi dəyişiklikləri, düzgün stimulyasiya protokolu və individual yanaşma yumurtanın genetik sağlamlığı üçün böyük fərq yarada bilər. Vacib olan isə tək yumurta sayı deyil, yumurtanın hazırki vəziyyəti və keyfiyyətidir ki, bu artıq hamiləlik şansını müəyyən edir.